İşğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı quruculuq və bərpa işləri davam edir. Görülən işlər ölkənin iqtisadi, sosial və strateji inkişaf xəritəsində yeni mərhələnin əsasını qoyub. Regionun inkişafı üçün dövlət tərəfindən planlı siyasət həyata keçirilir. Əsas məqsəd bölgələrin daha innovativ, dayanıqlı və regionda rəqabət qabiliyyətli iqtisadi zonalara çevrilməsidir. Bölgə TV xəbər verir ki, strateji qərarlardan biri kimi ölkənin ən böyük avtomobil bazarının Ağdama köçürülməsi planlaşdırılır. Plan Ağdamın regional ticarət və logistika mərkəzinə çevrilməsi, işğaldan azad edilmiş bölgələrə yeni iqtisadi axının yaradılması, nəqliyyat infrastrukturunun gücləndirilməsi və yeni sahibkarlıq fəaliyyəti və məşğulluq imkanlarının artırılmasına xidmət edir. Ağdamda formalaşacaq bazar Cənubi Qafqazın və regionun ən böyük və nüfuzlu avtomobil bazarlarından biri olmağa namizəddir. Bu sürətli dinamika bölgənin iqtisadi inkişafına töhfə verəcək. Yeri gəlmişkən, Azərbaycanın işğaldan azad edilmiş hər bir rayonu özünə məxsus coğrafi, iqtisadi və mədəni xüsusiyyətlərinə əsaslanaraq fərqli inkişaf modeli ilə layihələndirilir. Kəlbəcərin zəngin təbiəti, mineral suları, dağ mənzərəli və təbii ehtiyatları onu gələcəkdə nəinki ölkənin, iddialı şəkildə demək olar ki, regionun ən gözəl turizm zonalarından biri kimi formalaşdırır. Burada sağlamlıq turizmi, ekoturizm və dağ turizmi ilə ixtisaslaşmış komplekslərin yaradılması planlaşdırılır. Hər bir işğaldan azad edilmiş rayonun özünün iqtisadi funksiyası olacaq. Bu isə bölgələr arasında balanslı və rasional iqtisadi sistemin qurulmasını təmin edir. Ağdamda salınacaq avtomobil bazarı və logistika infrastrukturu şəhəri ölkənin ən dinamik iqtisadi zonalarından birinə çevirəcək. Bu zona Cənubi Qafqazda aparıcı avtomobil ticarəti mərkəzi olacaq. Region ölkələri ilə avtomobil və ehtiyat hissələri ticarətində tranzit rolunu gücləndirəcək. Xüsusilə Ələt Azad iqtisadi zonasının aktiv fəaliyyətə başlamasından sonra Azərbaycanın ticarət, logistika və sənaye ekosistemində tamamilə yeni əlaqələr formalaşdıracaq. Ağdamdakı yeni bazarın bu ekosistemə inteqrasiyası ölkə üzrə ticarət xəritəsini daha da genişləndirəcək. Rəna Rövşənqızı, BTV.